Aldehid ketonlar ikisi bir yerdə 138 test olmalıdır ki, evə tapşırığınız sabaha sadəcə odur. Xahiş eləyirəm hər kəs axşama çatdırsın. Gəldik indi aldehidlərimizə. Deyirik ki, aldehidlərimiz ümumiyyətlə biz bilirik ki, spirtlərimizi keçəndə deyirik ki, spirtlərin ilk nümayəndəsi misal üçün metanoldur. Biz onu adlandırırıq oduncaq spirti. Etanolu adlandırırıq saxır spirti. Düzdür. Aldehidlərin ilk iki nümayəndəsinin isə birinci adını deyirik qarışqa aldehidi, ikinci adını isə deyirik sirkə aldehidi. Aldehidlərin ümumi formulu CN H2NO-dur. Yəni başqa cür yazsaq CN H2N+1O. Amma əsasən bu CnH2n+1O-dansa biz hesablamalarda daha çox CnH2O kimi istifadə edirik. CnH2n+1O yox, CnH2n+1CHO kimi istifadə edilir. Bu CHO aldehid qrupudur. Amma daha çox biz hesablamalarda CnH2O kimi götürürük. Amma hər ikisini də yazaq, fərqi yoxdur. CnH2O kimi yazım ki, hesablaması daha asan olsun sizə. Belə deyirik, ümumi formulumuz CnH2n+1CHO. CHO-nu da hətta açıq şəkildə yazım uşaqlara aydın olsun. Hidrogeni bir tərəfə, 2 qat rabitəli oksigen bir tərəfədir. Gəlin indi bunun aldehidlərin nümayəndəsinin sigma pi rabitə sayını tapaq. Desəm ki, burada karbon-karbon arası sigma rabitə sayını tapın. Yenə karbon atomunun sayından bir vahid az, yəni N-1 olacaq. Karbon-hidrogen arası sigma rabitə sayını tapın desəm. Deyəcəksən ki, hidrogenin sayı qədər. Ümumi hidrogenimiz burada 2N+2-dir. Desəm ki, karbon-oksigen arası sigma rabitə bir dənədir. Deməli, onda ümumi sigma rabitəm N-1 üstəgəl 2N+2 üstəgəl 1. Qısaca 3N+2-dir. Amma desəm pi rabitə sayı bir dənə karbon ilə oksigen atomu arasında pi rabitəmiz var. Başqa da yoxdur. Və buna görə də bizim buradakı karbon atomumuz sp2, digərləri isə sp3 hibridləşmə halındadır. İstər aldehidlərdə, istərsə də ketonlarda bir karbon atomumuz sp2-dir. Qalanları isə sp3-dür. Aldehidlərin ilk nümayəndəsinə gəldikdə deyirik ki, bir dənə burada hibrid, qeyri-hibrid orbital sayını da deyim, sonra davam edək. Desək ki, burada karbon atomlarının hibrid orbital sayı, deyirsiniz ki, karbonun sayını vuracam 4-ə, çıxacam 1-i. Çünki burada bir dənə karbon atomu sp2-dir. Ona görə aldehidlərdə karbon atomunun hibrid orbitalından söhbət eləyəndə karbonun sayını vurursunuz 4-ə, çıxırsınız 1-i. Yəni 4-ə çıxılsın 1-dir. Qeyri-hibrid orbitalı dedikdə isə onu düzdür soruşmaz. Hidrogenin sayı və oksigenin pi rabitədə iştirak etdiyi orbitallar, həmçinin də burada sigma rabitənin birinin də yaranmasında oksigen əslində hibridləşməyibdir deyə p orbitalından iştirak edir. Ümumilikdə düzdür, qeyri-hibridi sizdən oksigenə görə soruşmazlar. Amma belə hibridi bilməlisiniz ki, karbonun sayından bir vahid azdır. Ümumi orbital sayını istəsə, rabitə sayını vurursunuz 2-yə. Gəlirik ilk nümayəndəmizə. Aldehidlərin ilk nümayəndəsi bayaq da dediyim kimi qarışqa aldehidi. Yəni H-karbon, H-O-dur. Yəni burada CnH2n+1 radikaldır əslində. Alkanların radikallarıdır da. Amma orada radikal əvəzinə hidrogen ilə əvəz eləyirəm. Bu da olur bizim sirkə aldehidimiz, qarışqa aldehidimiz. Sirkə aldehidimizdə isə CH3CH-oldu. Deməli, ilk nümayəndələrindən olan qarışqa aldehidinin və sirkə aldehidinin biz tarixi adlandırırıq. Digərlərini isə artıq başlayırıq beynəlxalq nomenklaturaya görə adlandırmağa. Deyirik ki, qarışqa aldehidimizin beynəlxalq adı metanal,
Uyğun alkanın adını al şəkilçisi əlavə edirik. Yəni tərkibində bir dənə karbon atomu var deyə. Bir dənə karbon atomu olan alkanın adı nədir? Metandır. Onda yanına nə əlavə eləyəcəm? Al əlavə eləyəcəm. 2 dənə karbon atomu olanın adı etandır. Onda yanına al şəkilçisi əlavə eləyəcəm, olacaq etanal. 3 dənə karbon atomu olanın adı propandır. Al şəkilçisi əlavə edəcəm, olacaq propanal. Butanal, pentanal, yəni al şəkilçisi əlavə edirik karbonun sayına, uyğununa. Gəlirik aldehidlərin səmərəli və beynəlxalq adlandırılmasına. Səmərəli adlandırılmada deyirik ki, aldehidin törəməsi kimi, yəni buradakı aldehid qrupunu götürürük CH10-u və ona uyğun birləşən radikalın adını, sonda da aldehid sözünü deyirik. Misal üçün, deyirik ki, H karbon HO, düzdür? Bunun səmərəli adı qarışqa aldehiddir. Sirkə aldehidinin səmərəli adı sirkə aldehididir, düzdür? Bu qarışqa aldehidini biz artıq səmərəli adlandıra bilməyəcəyik. Niyə? Çünki burada səmərəli adlandırmada sirkə aldehidinin törəməsi kimi baxacağıq. Amma qarışqa aldehidində hidrogenimiz var deyə daha siz bunun səmərəli adlandırılmasından istifadə edə bilməzsiniz. Elə birbaşa qarışqa aldehidi. Bitdi. Və yaxud da bunları dedik. İndi keçək qoy sirkə aldehidinin adlandırılmasına, aləmi qatmayaq, onu sonradan deyərəm. Sirkə aldehidində biz bilirik ki, CH3CH10-u adlandırırıq sirkə aldehidi və digər aldehidlərə də sirkə aldehidinin törəməsi kimi baxırıq. Yəni necə? Baxın. Sirkə aldehidinin dedik ki, törəməsi kimi baxırıq. Yəni CHO ilə CH-i işarələyirik ki, sirkə aldehididir. Ona hansı radikallar birləşib? 2 dənə metil radikalı birləşibdir. Onda onun adı nə olacaq? Dimetil sirkə aldehidi olacaq. Baxın, qırmızı rəngləndə rəngləyirəm. Gördün? Bu qırmızı rənglə rənglədiyim sirkə aldehididir. Hansı radikallar birləşib ona? CH3, CH3 birləşib. Onda adlandıranda necə adlandıracam? Deyəcəm ki, dimetil sirkə aldehidi. Daha sonra deyirik ki, CH, CHO. Bura bir dənə birləşdirərəm etili, bir dənə də birləşdirərəm CH3-ü. Buna adlandıranda səmərəli necə adlandıracaqsınız? Yenə sirkə aldehidini dairəyə alacaqsınız. Deyəcəksiniz ki, metil etil sirkə aldehidi. Aydın oldu necə? Qarışqa aldehidində radikal əvəzinə hidrogen olduğuna görə hidrogenin də başqa radikallar birləşə bilmir deyə bizim səmərəli adlandırılmamız qarışqa aldehidindən yox, sirkə aldehidindən başlayır. Sirkə aldehidindəki o CH3-ündəki karbon atomuna radikallar birləşir və artıq törəmə yaranır. Biz o törəməni də sirkə aldehidinin törəməsi kimi baxıb adlandırırıq. Aydın oldu? Trivial adlarını demişik. İndi keçirik beynəlxalq adlandırmaya. Beynəlxalq adlandırmaya baxın. Deyirəm ki, bunu adlandırın. Yadınızda saxlayın əsas məsələ. Nömrələnmə hər zaman aldehid qrupundakı karbon atomundan başlayır. Bunu yadda saxlayın. Nömrələnmə hər zaman nə olursa olsun aldehid qrupundakı karbon atomundan başlayır. 1, 2, 3, 4 adlandırdım. Deyirsiniz ki, 2 metil butanal. Niyə? Çünki ikinci karbon atomuna CH3 birləşib, deyirəm 2 metil, 4 dənə karbon atomum var deyə butanal. Və yaxud da bizim burada CH3-ü buradan silib heç yerə yazmasaydım, bunun adı olur butanal
və yaxud da götürürəm, yazıram, baxın bununla bunun fərqini də birləş qoy. Baxın, birincidə də 4 dənə karbon atomu var, normal quruluşludur. Buna deyirəm sadəcə butanal. Amma ikincidə görürəm ki, bunun beynəlxalq adı 2 metil propanaldır. Propanal. Niyə? Çünki adlandıranda 1, 2, 3, 4 deyirəm. Deyirəm 2 metil propanal. Və yaxud da biz buna izoyağaldehidi deyirik. Butanala isə yağaldehidi deyirik. Bunları da bilək, trivial adlarıdır. Amma beynəlxalq adlandırmada isə hər zaman aldehid qrupundan başlayaraq karbonun ən uzun zənciri seçilir. Radikalların nömrəsi, radikalların adı deyilir. Sonda isə uzun zəncirdəki karbon atomunun adının sonuna al şəkilçisi əlavə olunur. Aydın oldu? Aldehidləri qurtarım, sonra keçim ketonlardan deyim adlandırılmasını və sairə kimyəvi fiziki xassələrini də paralel deyərəm. Sonra bunları dedik. Beynəlxalq adlandırılmasını bunları da dedik. Sonra keçirik davamına. Aldehidlər bildiyimiz kimi elə ketonlarla izomerdir deyə ketonlarla birgə də öyrənilir. Aldehidlərdə siniflərarası izomerlik dedikdə ketonlarla izomerliyi başa düşülür. Bundan başqa aldehidlərdə sinifdaxili izomerlik də mövcuddur. Sinifdaxili izomerlik karbon zəncirinin quruluşuna görə yaranır. Bundan başqa optik izomerlik də mövcuddur. Optik izomerlik optik aktivlik deməkdir. Yəni bir karbon atomuna müxtəlif 3 radikal, 4 radikal birləşir. Bu gün mənə nə olub bilmirəm. Sözlərin hamısını tərsə deyirəm. Ağlımda 4 tuturam, deyəndə 3 deyirəm. Optik aktivlik o deməkdir ki, bir karbon atomuna müxtəlif 4 radikal birləşir. Sizə suallarda düşə bilər ki, ən sadə quruluşlu, ən az sayda karbon atomu olan optik aktiv aldehid hansıdır? Deyəcəksən ki, baxın, bir karbona aldehid qrupu mütləq birləşməlidir. CH-onu birləşdirdim. Bir dənə hidrogeni birləşdirdim. Bir dənə CH3-ü birləşdirdim. Bir dənə də məcburam ki, CH5-i ən azı birləşdirəm. Deməli, optik aktiv olub ən az karbon atomu olan aldehidimiz budur. Bu ortadakı karbon atomu optik aktivdir. Çünki ona aldehid qrupu birləşib, CH3 birləşib və C2H5 birləşibdir. Aydın oldu? Bəli. Hə. Sonra keçirik davamına. Aldehidlərin alınması. Deyirik ki, aldehidlərimizi biz istədim müqayisəli aparım ketonlarla, amma beynimiz qarışmasın. Aldehidləri deyim, sonra qayıdacağım ketonlara. Aldehidləri biz deyirik ki, alırıq nədən? Birli spirtlərin oksidləşməsindən. Biz bunu spirtlər dərsində də keçmişik ki, spirtlərin oksidləşməsindən birli spirtlərdən aldehid, ikili spirtlərdən keton alınır. Bunu burada hər ikisini deyəcəm, ağlımızda olsun. Birli spirt deyəndə elə götürək nəyi? Etil spirtini. C2H5OH. Mis2 oksidi ilə oksidləşməsindən nə alınırdı? Alınırdı aldehidimiz, sirkə aldehidimiz, misimiz və suyumuz. Deməli, birli spirtlərin oksidləşməsindən alınır aldehidlər, ikili spirtlərdən isə alınır ketonlar. Üçlü spirtlərdən heç nə alınmır. İkili spirt kimi yazırıq misal üçün propanal 2-ni. Qoy yazım. Ketonların alınması reaksiyasıdır bu da. Oksidləşdirəndə mis iştirakında, mis2 oksid iştirakında fərqi yoxdur. Eləcə oksidləşmə yazıram. Alınır asetonumuz, yəni ketonların ilk nümayəndəsi olan asetonumuz. Daha sonra bunu da qeyd eləyək ki, aldehidlərdə karbon atomu sıra nömrəsi elə 1-dən başlayır. Karbonun sayı 1 olur, amma ketonlarda 3 olur. Əsas fərqlərindən də biri budur. Keçirik digər karbohidrogenlərimizin oksidləşdirilməsi nümunələrinə. Deyirik ki, metanın oksidləşməsindən müxtəlif katalizator iştirakında alkanları keçəndə demişdik. Alına bilər turşu, alına bilər aldehid. 500 dərəcədə katalizator iştirakında oksidləşməsindən alınır sirkə, qarışqa aldehidi və su.
Daha sonra etilenimizin oksidləşməsindən, emm, polladyum, mis, dəmir duzları iştirakında aldehidimiz, sirk aldehidimiz alınır. Deyirik ki, etilenin 2 cür oksidləşməsi var idi axı. Katalizator iştirakında, civə duzlarında alınırdı etilen oksid, epoksid və yaxud da deyirdik ki, katalizatorumuz palladyum, dəmir və yaxud da, mis olarsa, burdan isə alınır sirk aldehidi. Əgər yadınızdadırsa, alkenlərdən 2 atomlu spirtin alınmasında, etilen qlikolun alınmasında bunu demişdik və yaxud da alkenlərin oksidləşməsində də var. Daha sonra biz bilirik ki, alkenlərimizdən Kuçerov reaksiyaları, asetlenimizin üzərinə suyu gəldikdə civə duzları iştirakında alkinlərimizdən alınır, asetlenimizdən alınır aldehidimiz, yəni CH, CH-dan alınır civə duzları iştirakında su ilə reaksiyasından alınır asetaldehidimiz, yəni sirkaldehidinə asetaldehid də deyilir, qarışqa aldehidinə isə formaldehid də deyilir. Bunu da deyək, bayaq deməmişəm deyəsən. Alınır asetaldehidimiz, amma asetlendən başqa digər alkinlərin civə duzları iştirakında su ilə reaksiyasından alınır ketonlarımız. Misal üçün, propindən alınacaq nə? Su ilə reaksiyasından. Aseton. Bu da bizim reaksiyalarımızdan adlanır Kuçerov reaksiyalarımız. Kuçerovun dediyi qaydamız. Daha sonra bunları dedik. Fiziki xassələrinə gəldikdə biz deyirik ki, aldehidlərin də, ketonların da tərkibində OH qrupu və yaxud da COOH qrupu olmadığından onlarda hidrogen rabitəsi yoxdur. Bu səbəbdən eyni sayda olan karbon atomları, misal üçün, sirkə aldehidi ilə etil spirti hansı daha tez qaynayacaq? Təbii ki, sirkə aldehidi. Niyə? Çünki onun tərkibində hidrogen rabitəsi yoxdur. Buna görə elə formaldehid hansı haldadır? Qaz halındadır normal şəraitdə. Hidrogen rabitəsi olmadıqlarına görə onlar uyğun spirtlərdən daha tez qaynayırlar. Yəni karbon atomları eyni olanlardan daha tez qaynayırlar. Biz dedik ki, trivial adlar. Trivial adlarından biri də dedik ki, formaldehid və asetaldehiddir. Formaldehidimiz HCHO-dur. Yəni qarışqa aldehidimizdir, kəskin iglidir, zəhərli qazdır. Formaldehidin 40%li məhlulu formalin adlanır. Asetaldehidimiz də kəskin iglidir. Asan uçucu zəhərli mayedir. Sonra bunları dedik. Bir də deyirik ki, aldehidlərin, baxın bu sual kimi düşür. Aldehidlərin iyləri müxtəlifdir. Yəni hamısının konkret iyi ya yaxşı, ya pis deyil. Deyirik ki, formaldehidin misalı üçün xoşa gəlməyən iyi var. Yəni insan onu elədikdə xoşuna gəlmir. Amma ali aldehidlərimizin, yəni kütlələri çox olan aldehidlərimizin isə iyi xoşa gələn olduğuna görə hətta ondan parfümeriyada istifadə olunur. Ətir sahəsində istifadə olunur. Bir də yadda saxlayın, ketonlardan olan asetonumuz ən qüvvətli kimyəvi həlledicidir. Ən qüvvətli yanıcı maddədir, suda yaxşı həll olan maddədir. Ən geniş yayılmış üzvü həlledicidir. O hətta deyirik ki, yağları, qətranları belə həll edir. Buna görə deyirik ki, ən yaxşı həlledicidir. İndi qayıdan bir dənə ketonların çünki alınmasını dedim. Ketonlar nədən alınır? Ketonlarımız alınır ikili spirtlərdən və alkenlərdən, asetlindən başqa digər nümayəndələrindən. Ketonlar haqqında da danışım. Sonra keçək hər ikisinin bir yerdə kimyəvi xassələrinə. Ketonların da ümumi formulu dedik ki, CnH2nO-dur. Ketonlardan tək fərqi nədir aldehidlərdən? Tək fərqi deyəndə əsas fərqi nədir? Aldehidlərdə sıra nömrəsi 1-dən başlayır, yəni karbonun sayı 1-dən başlayır. Amma ketonlarda n böyük bərabərdir 3-ə. Yəni ən az sayda 3 dənə karbon atomu olmalıdır ki, buna aid məsələləri də görəcəksiniz. Deyirik ki, karbonun sayı 3-dən başlayır. Deməli, ən sadə nümayəndəsinin formulu C3H6O-dur. Asetondur bu.
Asetonumuzun formulu baxın budur. Məişətdə istifadə olunan üzvü həlledicimizdir. Lakların silinməsində istifadə olunur. Asetonumuzdur. Eee, Burada onu görürsünüzmü? Keton qrupudur bu. Yəni ketonlarımızda da aldehidlərimizdə olduğu kimi OH qrupu yoxdur. Diyarlarında hidrogen rabitəsi yoxdur. İlk nümayəndəsi aseton maye haldadır. Adlandırılmasına gələndə biz aldehidlərdə al şəkildəsi əlavə edirdiksə, ketonlarda on şəkildəsi əlavə edəcəyik. Butanon və sairə. Amma bunlarda, ketonlarda aldehidlərdən fərqli olaraq artıq burada CO olan karbon atomundan başlamayacağıq axı. CO olan karbon atomundan başlamayacağıq deyə biz artıq burada karbonun nömrəsini göstərməliyik ki, biz bilək hansı karbon atomunda 2 qat rabitə ilə oksigenə birləşibdir. Yəni misal üçün, propanonda ehtiyac yoxdur. Onsuz da hansı tərəfdən saysan, bu tərəfdən də saysan, ikinci karbon atomundadır. Digər tərəfdən də saysan, ikinci karbon atomunda. Amma misal üçün pentan desəm, 3, 4, 5. Artıq burada məcburam ki, mən keton qrupunun yerini göstərəm. Çünki artıq baxın, düzünə saysam ikinci karbon atomundadır. Arxadan əvvələ saysam 4-cü karbon atom. Bunu da nömrələyəndə nömrələdikdən sonra deyəcəm ki, pentanon 2. Bu da oldu bizim ketonlarımızın beynəlxalq adlandırılması. Nömrələyirik, sonda CO olan qrupun, yəni oksigenin birləşdiyi karbon atomunun nömrəsi deyilir. Uyğun alkanın adına da 10 şəkilçisi əlavə olunur. Daha sonra səmərəli adlandırılmasında isə baxın, misal üçün asetonun səmərəli adı CO işarə olunur. Deyilir ki, hansı radikallar birləşibdir ona? 2 dənə metil radikalı birləşibdir. Onda deyəcəksən dimetil keton. O CO-ya keton sözü deyilir. CO keton qrupu olduğuna görə sonda da səmərəli adlandırılmada keton sözü deyiləcək. Və yaxud da CH3-ün yerinə C2H5 olsaydı, deyəcəkdin metil etil keton. Aydın oldu? Bunları da dedik. Sonra keçirik ketonların da, aldehidlərin də alınmasında dedik. Keçirik kimyəvi xassələrini. Kimyəvi xassələrinə gəldikdə, ketonların elə də böyük bir kimyəvi xassəsi yoxdur. Demək olar ki, öyrənmirik. Bizə əsas aldehidlərin kimyəvi xassələri lazımdır. Aldehid qrupu olan birləşmələrin özlərinə xas reaksiyaları var ki, o reaksiyaları hər kəs əzbərə bilməlidir. Biz bunu gələcəkdə, bundan sonra keçəcəyimiz dərslərdə xüsusilə geniş istifadə edəcəyik. Xahiş eləyirəm, ona görə diqqətlə qulaq asın. Deyirik ki, bir saniyə. Deyirik ki, keton aldehidlərin özünə xas xüsusiyyəti var. Bu xüsusiyyətdir ki, onlarda aldehid qrupu olduğuna görə gümüş güzgü reaksiyasına daxil olurlar. Gümüş güzgü reaksiyası, yəni gümüş 2 oksidi ilə amonyak məhlulunda reaksiyaya daxil olurlar ki, bu bütün aldehidlər üçün xarakterik bir şeydir və gümüş güzgü reaksiyasından biz bilirik ki, orada aldehid var. Baxaq, ilk elə formaldehidin reaksiyasını yazaq. Gümüş güzgü reaksiyasına daxil olduqda uyğun turşu, yəni formaldehiddirsə, burada artıq əmələ gələcək H karbon, 3 qat rabitə O, bu tərəfdə elə bir oksigen gələcək, hidrogenə birləşəcək OH və 2 mol gümüş qabın dibinə çökəcək. Elə bu 2 mol gümüş qabın dibinə çökür deyə biz ona deyirik gümüş güzgü reaksiyası və orada gümüş rəng yaranır. Gümüş 2 oksid özü suda həll olunmur deyə biz amonyak məhlulundan istifadə edirik. Bu amonyak məhluluna da deyirik tollens reaktivi.
Tollens reaktivində deməli gümüş 2 oksid həll olur deyə tollens reaktivi götürürük və aldehidlərimiz ilə reaksiyaya veririk və bu zaman görürük ki, gümüş güzgü reaksiyası baş verir. Gümüşümüz qabın dibinə çökür. Bu bütün aldehid qrupu olanları üçün xarakterikdir. Burada istəyir formaldehid olmasın, sirkə aldehidi olsun, heç bir fərqi yoxdur. Sirkə aldehidindən də alınacaq uyğun turşu, yəni sirkə turşusu beynim yorulubdur deyə sirkə aldehidinə baxıram, deyirəm hansı turşu alınır bundan? Nə alınacaq? Sirkə turşusu alınacaq. CH3COOH və gümüş qabın dibinə çökəcək. Uyğun aldehiddən uyğun turşu alınacaq. Daha sonra bunları dedikdən sonra gəlirik aldehidlərin əsas xassələrindən biri olan mis 2 oksidi ilə reaksiyasıdır. Mis 2 oksidi ilə aldehidlərimiz reaksiyaya girir. İndi aldehidlərin reaksiyasını ümumi şəkildə yazacağam. Aldehidlərimiz ilə reaksiyaya girib reaksiyadan alınası maddələrimiz baxın. Yenə mis 2 hidroksidi ilə reaksiyaya daxil olurlar. Reaksiya nəticəsində əmələ gələcək uyğun turşumuz əvvəlcə mis OH-ım əmələ gəlir. Mis OH-ım sarı rəngli çöküntüdür. Sadəcə mis OH-ım davamsızdır. Birbaşa parçalanır mis 1 oksidə və suya. Mis 1 oksidim isə qırmızı rəngli çöküntüdür. Ona görə biz ümumi şəkildə yazsaq, misal üçün yenə formaldehidimizi yazaq. Formaldehidimizin mis hidroksidi ilə reaksiyasını yazaq. Formaldehidimizin mis hidroksidi ilə reaksiyasından alınır qarışqa turşusu, mis 1 oksid və su. Əvvəlcə mis 1 hidroksid sarı rəngli çöküntü alınır. Mis 1 hidroksid də davamsızdır deyə parçalanır mis 1 oksidə və suya. Qırmızı rənglə alınır. Bunu xahiş eləyirəm, spirtlərin göy məhlul əmələ gətirməsi ilə qarışdırmayaq. Göy məhlul əmələ gətirən çoxatomlu spirtlərimizdir. Aldehidlərimizdə mis 1 oksid, qırmızı çöküntü əmələ gəlir, yəni qırmızı oksid əmələ gəlir. Sonra keçirik aldehidlərlə ketonların hər ikisinin yanması reaksiyası eynidir. Yəni ümumi formul CnH2NO-dur. Hər ikisinin yanmasında bu cürdür. Oksigeni də yandırırıq. Karbon qazı və su əmələ gəlirik ki, sonra da bu reaksiyanı əmsallaşdıranda karbon qazı ilə suyun qabağına N düşür. Oksigenin qabağına isə 3N-1/2 düşür. Sonra deyirik ki, aldehidlərimiz nələrdən alınırdı? Birli spirtlərdən. Ketonlarımız nədən alınırdı? İkili spirtlərdən. Deməli, birli spirtlərin oksidləşməsindən alınırdı aldehid. Onda aldehidlərin də özlərinə hidrogen birləşməsindən alınır birli spirt. Yəni, misal üçün, sirkə aldehidinin üzərinə hidrogen gəlsəm, alınır etil spirti. Bizə də suallarda görəcəksiniz. Deyir, aldehidin kütləsi A-dır. Onda ondan hidrogenləşməsindən alınan birləşmənin kütləsi nə qədərdir? Onda olacaq A+2. Çünki özünə 2 qram hidrogen birləşdirir. İstər aldehidlər, istər ketonlar. Sadəcə fərqi nədir? Aldehidlərin hidrogenləşməsindən birli spirt, ketonların hidrogenləşməsindən isə ikili spirt əmələ gəlir. Bu da oldu bizim spirtlərimiz. Daha sonra gəlirik, aldehidlərimiz üçün polimerləşmə və polikondensləşmə reaksiyaları xarakterikdir. Formaldehidimiz polimerləşir. Formaldehidimizin polimerləşməsini bu cür göstəririk. 2 qat rabitə oksigen. Polimerləşməsi nəticəsində əmələ gəlir CH2O N dəfə. Yəni, karbon ilə oksigen arasında olan 2 qat rabitə qırılır deyə polimerləşmə əmələ gəlir. Formaldehidimiz deyirik ki, fenol ilə polikondensləşmə reaksiyasına daxil olur. Fenol formaldehid qətranı əmələ gətirir. Bu da oldu bizim fenolumuzun polikondensləşməsi.
və ketonlarımız. Ən əsas bu dərsdə siz adlandırılmasını bilməlisiniz. Bilməlisiniz ki, aldehidlərimizdə karbonun sayı 1-dən başlayır, ketonlarda 3-dəndir. Aldehidlərimiz alınır nədən? Birli spirtlərdən, ketonlarımız alınır ikili spirtlərdən. Aldehidlərimiz asetilendən sadəcə alınır, sirkə aldehidi. Ketonumuz isə asetilindən başqa digər alkenlərimizdən alınır. Aldehidlərin özünün ən xüsusi reaksiyaları gümüş güzgü reaksiyası və mis-2 hidroksidi ilə mis-1 oksid qırmızı rəngli oksidin əmələ gəlməsidir. Amma ketonlar bu reaksiyaya daxil olmur, çünki o reaksiyalar yalnız aldehid qrupunun xassəsidir. Bunları bilməlisiniz onu. Dəhşətli dərəcədə bu reaksiyalardan çox sual var. Aldehidlərin hidrogenləşməsindən birli spirt, ketonların hidrogenləşməsindən ikili spirt əmələ gəlir. Formaldehidin başqa adı qarışqa turşusu. Qarışqa turşusu nədir? Qarışqa aldehidi. Sirkə aldehidinin başqa adı aseteldehiddir. Formaldehid xoşagəlməyən iya malik qazdır. Aseteldehidimiz, ali aldehidlərimiz xoşagələndir. Aseton ən yaxşı üzvü həlledicidir. Bu dediklərimin hamısını yaxşı bilin ha. Düşür sual kimi. Sonra nə qaldı? Heç nə. Formaldehidimiz polimerləşir. Formaldehidimiz fenol ilə fenol formaldehid qətranını əmələ gətirir polikondensləşmə nəticəsində. Bu dediklərimi